41-ci sualımızla davam edirik. Deməli, 41-ci sualda hadisə nəticə əlaqələri arasında uyğunluq pozulmuşdur. Yəni bizə düz olmayan, əlaqəsiz olan bir cavabı axtarmaq düşür. İlk öncə nəyə diqqət edək? Şəki xanlığında Səlim xanın hakimiyyətə gəlməsi, Səlim xan məsələsinə diqqət edək və nəticə olaraq Qubalı Fətəli xanla. Gəlin bunları əlaqələndirək. Səlim xanın bildiyimiz kimi hakimiyyətə gəlməsi 1795-ci il, Qubalı Fətəli xanın isə dünyasını dəyişməsi 1789-cu ilə aiddir. Yəni, bu adamlar tarix baxımından bir-birini görməyiblər. Nəticə burada pozulub, uyğunluq burada pozulub. Ona görə biz biri cavab olaraq seçə bilirik. Bayat savaşının baş verməsi 1748-ci il Bayat savaşında bildiyimiz kimi Şəki və Şamaxı xanları birləşib Qarabağ xanlığı üzərinə gəlmişlər. Burada isə Qubalı Fətəli xanın adı verilib. Bu səbəbdən də yəni pozulmuş cavabın bir də məhz bu olacaq. Gəncədə Cavad xanın hakimiyyətə gəlməsi bildiyimiz kimi 1786-cı ildə Cavad xan Gəncədə hakimiyyətə gəldi. Ümumiyyətlə Cavad xan bir igidlik simvoludur, qəhrəmanlıq simvoludur bildiyimiz kimi və onun dövründə də dövlət təbii ki güclənəcəkdir. Yəni biz bu cavaba dəymirik, çünki burada uyğunluq vardır. 4-ə baxırıq, 1802-ci il Görgevsk müqaviləsində bildiyimiz kimi Rusiya bir sıra Azərbaycan xanları, Dərbənd, Quba və Lənkəran xanları ilə müəyyən müqavilələr imzalamışdı və həmin xanlıqlara vədlər vermişdi və həmin vədləri də yerinə yetirməmişdi. Yəni burada da uyğunluq var deyə biz 4 cavabına da toxunmuruq və 5-ə baxaq. 1805-ci ildə istər Qarabağ, istər Şəki xanlıqları Rusiya ilə Kürəkçay müqaviləsini bağlamışdılar və onlar özlərinin xarici siyasət hüququndan məhrum olmuşdular. Burada isə daxili müstəqilliyin ləğv olunması məsələsi qeyd olunub. O səbəbdən də məhz bu 5-ci cavabda da əlaqə pozulub. 1, 2, 5 bizim düzgün cavabımız olacaqdır. Daha sonra 42-ci suala biz diqqət edək. 42-ci sual Baharlı Cahanşahdan söhbət gedir, uyğunluğu müəyyən edin. Yəni biz bu sualda təkcə Qaraqoyunlu dövlətindən yox, eyni zamanda Ağqoyunlu məsələsinə də toxunulub, eyni zamanda Ərdəbil hakimliyini məsələsinə də toxunulmuşdur. Bildiyimiz kimi Baharlı Cahanşah 1435-ci, bəzi mənbələrdə 36-cı ildən 1467-ci ilə qədər hakimiyyətdə olub. Onun daxili islahatlarına biz diqqət etsək, hərbi islahatın həyata keçirilməsi, bəli, 1447-ci ildə həqiqətən də hərbi islahatı keçirmişdi. Hakimiyyətə qarşı qiyamın yatırılması, bildiyimiz kimi o Heratda olarkən hakimiyyətə qarşı qiyam qalxdığı üçün 1459-cu ildə Herat müqaviləsini bağlayıb geri dönmüşdü. Yəni, B cavabını da biz seçə bilirik. Teymurilərlə müharibə aparılması bu dövlətin xarici siyasətinə aiddir, yəni daxili siyasət deyil. Burada da biz diqqətli olmalıyıq ki, bu 4 cavabın 4-ü də Baharlı Cahanşaha aiddir. Amma daxili siyasət məsələsinə xüsusi diqqət etməliyik, çünki bu C-də verilən cavab xarici siyasət məsələsinə aiddir. Və D, yarımköçəri əmirlərə qarşı mübarizə aparılması, bəli, bu da vardır. A, B, D düzgün cavab kimi seçirik bunu. Xarici siyasət məsələsinə nəyə diqqət edirik? Herat sülhünün imzalanması, bəli, 1459-cu ildə Teymurilərlə Herat sülhünü imzaladı. Venesiya ilə hərbi ittifaqın bağlanması, bayaq sualın əvvəlində mən qeyd etdim ki, Ağqoyunlularla bağlı məsələyə toxunub. Bəli, bu Uzun Həsənə aiddir. Şirvanşahlarla ittifaqın qurulması düzdür. Şirvanşahlarla bunlar 1460-cı il Samur döyüşündə Ərdəbil şeyxi Şeyx Cüneydə qarşı ittifaq qurmuşdular. Şirvanşah 1-ci Xəllullahla onların ittifaqları olmuşdur. Deməli, xarici siyasəti A və C cavablarını da seçə bilirik. B burada düzgün cavab olacaqdır. Növbəti sualımız, 43-cü sualımız İbtidai icma dövrünə aiddir. Paleolit və mezolit dövrləri ilə bağlıdır. Bildiyimiz kimi istehlakın tarixi yoxdur. Yəni, istehlak həmişə olub, indi də var, ən qədim dövrdə də olub. İstehlak təsərrüfatının mövcud olması paleolit və mezolit dövrlərində var. Biri biz düzgün cavab kimi seçə bilirik.
Qadınların cəmiyyətdə mühüm rol oynaması, söhbət burada üst paleolit dövründə meydana gələn qəbilədən gedir, ana xaqanlığından gedir. Yəni burada biz mövcud olma məsələsinə xüsusi diqqət etməliyik. Ana xaqanlığı üst paleolitdə yaranıb, mezolit, neolit, eneolit dövrlərində mövcud olub. Erkən Tunc dövründə isə ana xaqanlığı prosesi başa çatmışdır və qadınların cəmiyyətdə mühüm rol oynaması da məhz bununla bağlı idi. Yəni ikinci cavabı da seçirik. İnsanlar mağaralarda yaşayırdı, təbii mağaralarda bu da var. Kiçik ölçülü mikrolit alətlər məsələsi mezolitə aiddir, paleolitdə yoxdur. Əkinçilik və maldarlığın əsas məşğuliyyət sahəsi məhz neolit dövrünə aiddir. Düzdür, mezolit dövründə yaranmışdı, amma əsas sahə olaraq neolitə aid olacaqdır. Yəni burada da cavabımız 1, 2, 3-dür. 44-cü suala biz diqqət etsək, İkinci Dünya müharibəsi ilə bağlı bir sualdır. Hər il mütləq 1-ci və 2-ci Dünya müharibəsi ilə bağlı suallar təqdim olunur abituriyentlərə. 2-ci Dünya müharibəsinə daxil olduqdan sonra ABŞ, burada söhbət 1941-ci ilin 7 dekabr hadisəsi, Pearl Harbor hadisəsindən sonra olan məsələyə aiddir. ABŞ məhz həmin hadisədən sonra müharibəyə qoşuldu. Biz sadəcə diqqət edirik, Lenin-Liz haqqında qanun nə vaxt qəbul edildi? 41-ci ilin əvvəllərindədir. Atlantika xaritəsi də yenə də 41-ci ilin, belə deyək, əvvəllərindədir. Digər hadisələr ABŞ-ın müharibəyə qoşulması 41-ci ilin sonlarında. Yəni, sadə bir məntiqlə biz bu iki cavabı atmaqla cavabları tapa bilərik. Yaponiyaya qarşı hərbi əməliyyatların aparılması müharibənin gedişində biz bilirik ki, əsaslı dönüş olub. Əsaslı dönüşün ilk addımları da məhz bu Yaponiyaya qarşı olan Midway döyüşündədir. 42-ci ilin iyun ayında. Burada qeyd olunub Midway döyüşləri. Sonra Yaponiyaya qarşı hərbi əməliyyatların aparılması, bu da yenə ABŞ-a aiddir. ABŞ daxil olandan sonra, Pearl Harbor hadisəsindən sonra bu əməliyyatı aparmışdı və ikinci cəbhənin açılması da bildiyimiz kimi 1944-cü ilin iyun ayında Normandiya ərazisində açılmışdır. Yəni bizim cavabımız 3, 4, 5 olacaqdır. Növbəti suala, 45-ci suala biz diqqət edək. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa dövlətləri ilə münasibətlərə önəm verməsinə aiddir. Avropaya ilk rəsmi səfəri bildiyimiz kimi 1993-cü ildə dekabr ayında olmuşdur. Söhbət burada Fransadan gedir. Heydər Əliyevin prezident olaraq ilk rəsmi səfəri məhz Fransaya olmuşdur. 1993-cü ilin dekabr ayında. Və burada mətndə verilən səfərə aid Azərbaycan Respublikası ilə bağlı hansı ifadələr doğrudur? Onu deyim ki, bu sualların içərisində ən çətin və gec anlaşılan bir sualdır. Çünki kitablarda da bu informasiyanın tapılması çox çətindir və tam diqqət istəyən bir məsələdir. Cavablarımız isə qısa keçim 1 və 2 olacaq. Burada alladıcı məqam nədir? Heydər Əliyevin birinci prezidentliyi bildiyimiz kimi 1993-cü ilin oktyabr ayında başlayıb. Amma cavabımızın birində yazıb ki, 1990-cı ildə qəbul edilmiş Paris xaritəsi. Bəli, abituriyent bunu əlaqələndirə bilmir. Amma 90-da qəbul edilmiş Paris xaritəsina Azərbaycanın qoşulma məsələsi, Azərbaycanın həmin xaritəyanı imzalama məsələsi məhz bu səfər zamanı baş tutmuşdur. Və ABŞ BMT-nin nizamnaməsinə əməl edəcəyini burada da təsdiq etmişdi. 1 və 2 burada düzgün cavab hesab edilir. Daha sonra 46-cı suala biz diqqət edək. Xəritə sualıdır. Çox düşündürücü bir sualdır. Deməli, 13-cü əsr Azərbaycan şəhərlərini bizdən soruşur. Birincisi Dərbənd şəhəridir. İkincisi Təbriz şəhəridir. Üçüncüsü isə Şirvandan, Şamaxıdan söhbət gedir. Biz burada nəyə diqqət etməliyik? Səlcuqların hücumlarına məruz qalma məsələsinə diqqət edək. Səlcuqlar bildiyimiz kimi 11-ci əsrdə əsasən hücumlarını ediblər. 12-ci əsrdə
də düzdür mövcud olublar, amma əsas hücumlar 11-ci əsrdə olub. Məhz Səlcuq variantlarını biz atdıqdan sonra, yəni A variantı 13-cü əsrlə ümumiyyətlə uyuşmur. Səlcuq gəlişi, Səlcuqların hücumu 13-cü əsrlə uyuşmur. Biz cavablarımızın hamısına diqqət etsək, ən sadə gediş kimi diqqət etsək, A olan cavabları biz atsaq, təbii ki, rahat şəkildə düzgün variantı seçə bilirik. Burada A olmayan yalnız B cavabı olacaqdır. Daha sonra 47-ci sualda Eldəniz hökmdarı Qızıl Arslanın fəaliyyətinə aid deyil, onun üçün xarakterik deyil. Bildiyimiz kimi Qızıl Arslan Eldənizlər dövlətinin 3-cü hökmdarıdır. 1186-1191-ci illərdə hakimiyyətdə olmuşdur. Burada deməli Şirvanşahların vassal asıllığına salınma məsələsi məhz onun dövrünə aiddir. Bildiyimiz kimi bu 1160-cı ildə Axsistanın hakimiyyətə gətirildiyi zaman da belə olmuşdu. Şəmsəddin Eldənizin dövründə sonradan Qızıl Arslan onları yenidən öz tabeliyinə salmışdı. Yəni şagirdimiz bunu Y variantı kimi götürüb, yəni bu Y variantına cavab olaraq ilk olaraq Y-dən başladım. Paytaxtın Həmədan şəhərinə köçürülməsi Məhəmməd Cahan Pəhlivan bildiyimiz kimi 1175-ci ildə hakimiyyətə gəlir. Paytaxtı Naxçıvandan Həmədana köçürdü, Təbriz Ağsunqurilərdən aldı və s. Yəni burada söhbət məhz A-dan gedir. Cavabımız olacaq A. Məhəmməd Cahan Pəhləvan. Növbət sual 48-ci sual. Osmanlı tarixi ilə bağlı mütləq hər il bir sual düşür. Osmanlı Sultanı 1-ci Süleyman 1520-1566-cı illərdə hakimiyyətdə olmuşdur. Paytaxtın Ədirnəyə köçürülməsi Ədirnə söhbəti 1361-62-ci illərə aiddir, Muradın dövründədir. Biz Ədirnə cavabını atırıq. Daha sonra Bolqarıstan işğal olunması 1396-cı il Niqvolu döyüşünə aiddir. Bu cavabı da biz atırıq. Yerdə cavablarımız 2, 3 və 5 qalacaqdır. C variantı düzgün cavab olacaq. Yəni İspan donanmasının məğlubiyyətə uğradılması məsələsi 1541-ci ilə aiddir. Və İspan donanması ilə mübarizə Səlimdə də var idi. 1518-ci ildə Xeyrəddin Barbaros tərəfindən, Xeyrəddin Barbaros Sultan Səlimin admiralı idi. Onun tərəfindən İspan donanması məğlubiyyətə uğradılmışdı. Səfəvi dövləti ilə müqavilə imzalanması 1555-ci il Amasya sülhündən söhbət gedir və Moxaç döyüşündə 1526-cı ildə qələbə çalmışdır. Bu da var. 49-cu sualımıza biz diqqət edək. Romada plebeylərin patrisilərlə mübarizəsinin nəticəsini bizdən soruşur. Bildiyimiz kimi Romada bir neçə dəfə vətəndaş müharibəsi baş vermişdir. Burada isə söhbət eradan əvvəl 509-cu ildən başlayıb 265-ci ilə qədər davam etmiş vətəndaş müharibəsindən gedir və nəticədə plebeylər tam hüquqlu Roma vətəndaşı oldular. Növbəti sual 50-ci sualdır. 50-ci sualda Albaniyanın 6-cı əsrin ikinci yarısı tarixi üçün xarakterikdir. Burada şagirdimiz yazıb 550-ci ildən sonraki dövrü soruşur. Bilirik ki, 510-cu ildən 629-cu ilə qədər ümumiyyətlə Albaniyada uzun müddətli Sasani mərzbanlığı olmuşdur və ya 2-ci Sasani mərzbanlığı da deyirlər ona. İndi nəyə diqqət edək? Mehranlər sülaləsinin nümayəndələri tərəfindən idarə edilməyə başlanması. Burada söhbət 630-cu ildən gedir. Biz birinci cavabı atırıq. Yerli hökmdarlar yoxdur, mərzbanlar tərəfindən idarə edilirdi. Sasanilərin şimal canişinliyinin, şimal kustunun tərkibinə daxil olma, bəli, bu var. 3 düzgün cavabdır. Müsəlman olmayanlardan cizyə. Ümumiyyətlə, müsəlman və cizyə anlayışları 7-ci əsrdən başladığı üçün bu cavabı da atırıq. Cavabımız olacaq yalnız Y variantı.